dəyərli həmkarlar, tədbirin təşkilatçıları, mən sizin hər birinizi salamlayıram. Bugün bizim burada toplaşmağımız heç də təsadüfi deyil. Çünki məktəbə qədər təhsil təkcə təhsilin ilkin pilləsi deyil, eyni zamanda insan şəxsiyyətinin formalaşması, onun həmçinin insan şəxsiyyətinin formalaşması, düşüncə tərzinin və gələcək uğurlarının təməlidir və eyni zamanda təhsilin ilkin pilləsidir. Müasir dövrdə təhsil anlayışı yalnız bilik ötürülməsi ilə məhdudlaşmır. Əsas məqsəd uşaqlarda bilikdən bacarığa, təlimdən real həyata tətbiq olunan vərdişlərə keçidi təmin etməkdir. Məhz bu forumun da əsas qayəsi, əsas ideyası budur. Bu forumun bizlər üçün yeni ideyalar, faydalı müzakirələr və faydalı nəticələrlə, praktik nəticələrlə yadda qalacağına inanıram. Burada paylaşılacaq hər bir təcrübə, hər bir yanaşma gələcəyin təhsilinə atılan dəyərli addımdır. Forumun işinə uğurlar arzulayıram və bütün iştirakçılara aktiv müzakirələr, məhsuldar fikir mübadiləsi və yeni peşəkar baxışlar arzu edirəm. İndi isə mənim mövzuma uyğun olaraq Respublikamızda dövlətin məktəbəqədər təhsil siyasəti haqqında danışmaq istəyirəm. Bugün burada Respublikamızda dövlətin məktəbəqədər təhsil siyasəti kimi mühüm və strateji bir mövzu ətrafında fikir mübadiləsi aparmaq böyük məsuliyyət və eyni zamanda qürurverici bir imkandır. Çünki məktəbəqədər təhsil təkcə təhsilin ilkin pilləsi deyil, o insan kapitalının formalaşmasının başlanğıcı nöqtəsidir. Müasir dünyada qəbul olunur ki, bir ölkənin gələcək inkişaf səviyyəsi onun erkən uşaqlıq dövrünə göstərdiyi diqqət və qayğı ilə birbaşa bağlıdır. Bu baxımdan Respublikamızda dövlətin həyata keçirdiyi məktəbəqədər təhsil siyasəti strateji əhəmiyyət daşıyır. Çünki məktəbəqədər təhsil insan həyatının ən vacib mərhələsini əhatə edir və məhz bu dövrdə uşağın zehni inkişafının əsası qoyulur. Onlarda sosial bacarıqlar formalaşır. Uşaqların nitq və ünsiyyət bacarıqları, qabiliyyəti inkişaf edir və uşaq şəxsiyyətinin bütün sonraki həyatı üçün vacib olan ilkin keyfiyyətləri yaranır. Dünya üzrə aparılan elmi tədqiqatlar göstərir ki, erkən yaş dövründə qoyulan təməl gələcək təhsil nailiyyətlərinə birbaşa təsir edir. Buna görə də dövlət səviyyəsində məktəbəqədər təhsilə xüsusi diqqət yetirilir. Məlumdur ki, məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təmin edir. Və son illərdə Respublikamızda aparılan yeni uşaq bağçalarının tikilməsi və əsaslı təmir olunması, maddi texniki bazanın gücləndirilməsi, elektron qeydiyyat sisteminin tətbiq edilməsi, kadr hazırlığı və ixtisas artırma proqramlarının genişləndirilməsi sahəsində mühüm işlər aparılmışdır və atılan bu addımlar məktəbəqədər təhsilin həm əlçatanlığını, həm də keyfiyyətini artırmağa xidmət edir. Azərbaycan Respublikasında təhsil sahəsində əsas hüquqi baza Azərbaycan Respublikasının təhsil haqqında qanunu ilə təsbit edilmişdir. Bu qanunda məktəbəqədər təhsil fasiləsiz təhsil sisteminin ilkin pilləsi kimi təsbit olunur və onun məqsədi uşağın hərtərəfli inkişafını təmin etmək kimi müəyyən olunur. Daha sonra qəbul olunan məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu məktəbəqədər təhsilin təşkilati, hüquqi və məzmun əsaslarını daha da konkretləşdirmişdir. Və bu qanunla məktəbəqədər təhsilin əlçatanlığı, keyfiyyətin yüksəldilməsi, alternativ təhsil formalarının tətbiqi, dövlət özəl əməkdaşlığı, tərəfdaşlığının inkişafı kimi istiqamətlər dövlət siyasətinin prioritetləri kimi müəyyən edilmişdir.
Bu sənədlər göstərir ki, dövlət məktəbəqədər təhsili sosial xidmət kimi deyil, strateji inkişaf aləti kimi qəbul edir və bu sənədlər məktəbəqədər təhsilin əlçatanlığını, keyfiyyətini və davamlı inkişafını təmin etməyi dövlətin prioritet vəzifəsi kimi müəyyən edir. Bərabər imkanların yaradılması, inklüzivlik, keyfiyyətə nəzarət, milli mənəvi dəyərlərə əsaslanan tərbiyə, beynəlxalq təcrübənin tətbiqi dövlət siyasətinin əsas prinsipləridir. Bəs dövlət strategiyasında məktəbəqədər təhsil məsələsi necə qoyulmuşdur? Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası ölkəmizdə təhsil sahəsində uzunmüddətli inkişaf istiqamətlərini müəyyən etmişdir. Strategiyada xüsusi olaraq vurğulanır ki, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi artırılmalıdır, kurikulum əsaslı yanaşma tətbiq edilməlidir, müasir idarə etmə mexanizmləri qurulmalıdır, pedaqoji kadr potensialı gücləndirilməlidir. Son illərdə məktəbəqədər təhsilə cəlb olunma faizinin artması dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər. Regionlarda bağçaların tikilməsi, modul tipli məktəbəqədər qrupların yaradılması, icma əsaslı modellərin tətbiqi bu siyasətin real təzahürüdür. Dövlət siyasətinin əsas istiqamətlərindən biri məzmunun yenilənməsi olmuşdur. Məktəbəqədər təhsil proqramı uşağın fiziki inkişafını, idraki, sosial-emosional, ünsiyyət və nitq inkişafını, yaradıcılıq potensialını kompleks şəkildə əhatə edir. Bu yanaşma artıq ənənəvi bilik ötürmə modelindən uzaqlaşaraq inkişaf yönümlü və uşaq yönümlü modelə keçidi təmin etmişdir. İstiam yanaşmasının tətbiqi, erkən yaşda tənqidi düşüncə və problem həll etmə bacarıqlarının formalaşdırılması, müasir dövlət siyasətinin prioritetlərindəndir. Bu istiqamət sizin elmi maraq dairənizlə də üst-üstə düşür və forumda bunu xüsusilə vurğulamaq məqsədə uyğundur. Məktəbəqədər təhsil siyasətində əsas məsələlərdən biri keyfiyyətin təmin olunmasıdır. Bu məqsədlə daxili qiymətləndirmə mexanizmləri, pedaqoji müşahidə sistemləri, valideyn məmnunluğunun öyrənilməsi, metodiki dəstək və təlim proqramları həyata keçirilir. Pedaqoji heyətin peşəkar inkişafı üçün davamlı təlimlər, sertifikatlaşdırma prosesləri və ixtisas artırma proqramları tətbiq olunur. Bu da dövlət siyasətinin yalnız infrastruktur deyil, insan kapitalına yönəldiyini göstərir. Son illərdə qəbul edilmiş dövlət proqramları məktəbəqədər təhsilin inkişafına xüsusi təkan vermişdir. Əsas istiqamətlər bunlardır. 5 yaşlı uşaqların məktəbə hazırlıq qruplarına cəlb olunması əhatəsinin genişləndirilməsi, inklüziv təhsilin tətbiqi, alternativ məktəbəqədər təhsil modellərinin yaradılması, özəl sektorla əməkdaşlığın genişləndirilməsi. Bu siyasət nəticəsində məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı ildən ilə artmaqdadır. Dövlət siyasətində inklüziv təhsil xüsusi yer tutur. Məktəbəqədər təhsildə xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyası, sosial həssas ailələrin uşaqlarının cəlb olunması, ucqar bölgələrdə əlçatanlığın təmin edilməsi prioritet istiqamətlərdəndir. Bu yanaşma təhsildə bərabər imkanların yaradılmasına xidmət edir və sosial ədalət prinsipinin təzahürüdür. Müasir dövrdə dövlət siyasəti rəqəmsal transformasiyanı da əhatə edir. Elektron qeydiyyat sistemləri, məlumat bazalarının yaradılması, rəqəmsal resurslardan istifadə məktəbəqədər təhsilin idarə olunmasını daha şəffaf və səmərəli edir. Pandemiya dövründə distant dəstək mexanizmlərinin tətbiqi də göstərdi ki, sistem çevik adaptasiya qabiliyyətinə malikdir. Bütün nailiyyətlərlə yanaşı müəyyən çağırışlar da mövcuddur. Belə ki, regionlar üzrə əhatə və keyfiyyət səviyyəsində fərqlər, kadr potensialının daha da gücləndirilməsi zərurəti,
maddi-texniki bazanın bəzi ərazilərdə yetərli olmaması, valideyn maarifləndirilməsinin gücləndirilməsi ehtiyacı kimi çağırışlar da vardır. Dövlət siyasətinin növbəti məsələsi məhz bu məsələlərin sistemli şəkildə həllinə yönəlməlidir. Bəs gələcək perspektivlərə nələr daxildir? Perspektivdə dövlət siyasətinin əsas hədəfləri aşağıdakılardır. Erkən müdaxilə proqramlarının genişləndirilməsi, valideyn təhsili proqramlarının sistemləşdirilməsi, istehsam və innovativ yanaşmaların daha geniş tətbiqi, keyfiyyət standartlarının beynəlxalq meyarlara uyğunlaşdırılması, pedaqoji heyətin motivasiya sisteminin gücləndirilməsi, məktəbəqədər təhsilin 100% əlçatanlığının təmin olunması, innovativ və oyun əsaslı təlim metodlarının geniş tətbiqi, dövlət-özəl əməkdaşlıq tərəfdaşlıq mexanizmlərinin daha da inkişafı, beynəlxalq təcrübənin sistemli inteqrasiyası. Hörmətli həmkarlar, nəticə etibarilə qeyd etmək olar ki, Respublikamızda məktəbəqədər təhsil sahəsində həyata keçirilən dövlət siyasəti sistemli və məqsədyönlü xarakter daşıyır. Hüquqi normativ bazanın möhkəmləndirilməsi, infrastrukturun yenilənməsi, kadr hazırlığının gücləndirilməsi və inklüziv yanaşmanın tətbiqi bu sahənin davamlı inkişafına zəmin yaradır. Məktəbəqədər təhsil gələcəyin vətəndaşının formalaşdığı mərhələdir. Bu mərhələdə həyata keçirilən dövlət siyasəti yalnız təhsil sahəsinə deyil, bütövlükdə cəmiyyətin sosial, mədəni və iqtisadi inkişafına xidmət edir. Məktəbəqədər təhsil dövlətin gələcəyə yatırımıdır. Bu sahəyə ayrılan diqqət və resurs əslində sabahın vətəndaşına, sabahın liderinə, sabahın alim və müəlliminə qoyulan sərmayədir. Dövlət siyasətinin uğuru yalnız normativ sənədlərlə deyil, bizim gündəlik fəaliyyətimizlə ölçülür. Biz məktəbəqədər təhsil işçiləri, bu siyasətin icraçıları deyil, həm də onun canlı daşıyıcılarıyıq. Gəlin birlikdə elə bir məktəbəqədər təhsil mühiti yaradaq ki, hər bir uşaq bu mühitdə öz potensialını reallaşdıra bilsin. Hər bir valideyn bu sistemə güvənsin. Hər bir pedaqoq isə öz peşəsi ilə fəxr etsin. Diqqətinizə görə təşəkkür edirəm.